Bir zamanlar küçük bir kəndə gənc bir oğlan yaşayırdı. Adını deməyəcəyik. Çünki bu hekayə herkes için dərsdi. O uşaqlıqdan çalışkan idi. Ama bir problemi vardı. Asanca ve kısa yoldan her şeyi elde etmek istəyirdi. Bir gün şəhərdən gələn bir kişiyle karşılaştı. Kişi dedi, eğer istesen seni zengin edebilirim. Hiçbir iş görmeden. Genç düşündü. Bu onun için büyük fırsatıydı. Ama kalbinde narahatlık vardı. Bir gece yuxuda gördü ki, karşısında iki yol var. Biri kısa ve rahat, diğeri uzun ve çetin. Kısa yol parlak ve cazibedar idi. Uzun yol ise dar, karanlık ve görünmez idi. Ses eşitti. Kısa yol seni aldatacak. Uzun yol ise seni doğru hedefe aparacak. O korktu ama yine de kısa yolu seçti. Çünkü insan bazen asanca elde etmeyi üstün tutur. O yananda kararının ağırlığını hissetti. Ama her şey hele görünmürdü. O günü kendi geçirdi. Her şey normal görünürdü. Ama gece bir korku hissi onu yuxuya bırakmadı. Genç kısa yolu seçmişti. Erken yaşta çok pul kazandı. Ama kalbi boş idi. Günler geçti. Pul arttı. Dostları çoxaldı. Ama içinde bir boşluk vardı. Bir gün kendin kenarında yaşlı bir kişiyle karşılaştı. Kişi sakitçe ona baktı ve dedi. Oğlum, kalbin seninle danışır. Dinleyirsen. Genç gülümsedi. Dinleyirəm dedi. Ama sözleri samimi değildi. Gün batanda genç eve qayıtdı. Bir azan sesi eşitti. Qəlbi titredi. Ama ayağa qalxmadı. O gece yuxuda gördü ki, kısa yolun sonunda qarışıqlıq və qorxu var. İşıq yox idi. Yalnız qaranlıq və boşluq vardı. Səhər oyananda artıq bir şey dəyişmişdi. Qəlbi xəbərdarlıq edirdi. Artıq doğru yolu axtarmağa başlamalıydı. Gənc namazını qılmağa başladı. Sadə, səmimi, qəlbdən. Ama daxili sınaq hələ bitməmişdi. Gənc artıq namazını qılmağa çalışırdı. Ama içində hələ qorxu və tərəddüd vardı. Bir gün dostları ona əyləncəyə çağırdı. Gəl rahatla əylən dedilər. O bir anlıq tərəddüd etdi. Ama qəlbindəki işıq onu dayandırdı. Xeyr dedi. Doğru yol budur. Axşam namazı üçün səccadəyə əyləşdi. Səcdədə gözləri doldu. Dua etdi və Allaha təslim oldu. Günlər keçdi. Hər dəfə qarşısına çətinlik çıxdıqca o namaz və dua ilə iradəsini gücləndirdi. Bir gece yuxuda gördü ki, doğru yol dar və çətin idi. Ama sonunda işıq var. Ses eşitti. Səbr və iman səni xilas edəcək. Oyananda qəlbi sakit idi. Artıq yanlış yolun təsiri yox idi. İçində bir güc vardı. Həyatını dəyişdirmək üçün hazır idi. Gənc artıq doğru yolu tapmışdı. Ama sınaqlar bitməmişdi. Bir gün kəndə yad insanlar gəldi. Onlar onu öz yolundan döndərmək istədilər. Gəl asan yolu seç, dedilər. Pul, rahatlıq, şənlik, hər şey sənin ola bilər. Gənc tərəddüd etmədi. Qəlbindəki işıq ona güc verdi. Xeyr, doğru yol budur, dedi. O gün axşam namazını xüsusilə uzun qıldı. Səcdədə gözləri doldu. Dua etdi və Allaha təslim oldu. Hər yeni sınaq onu daha da gücləndirdi. Daxili qorxu yox oldu. Səbr və iman onun yolunu işıqlandırdı. Bir gece yuxuda gördü ki, birçok yol qarşısında açıqdı. Amma işıq yalnız bir yolda idi. Səs eşitdi. Bu yol səbr, iman və təslim yolu ilə aparır. Oyananda qəlbi sakit idi. Qorxu yox idi. Sadəcə qərarlılıq və ümid vardı. Səhər tezdən oyandığında gənc artıq sakit idi. Qəlbi rahat, üzü işıqlı idi. Namazını qıldı. Dua etdi. Səcdədə uzun müddət qaldı. Daxilində bir işıq vardı. Həyatının mənasını ilk dəfə tam anladı. Günlər keçdi. Kənddə qarşısına yeni imkanlar çıxdı. Amma o artıq yalnız doğru olanı seçirdi. Pul və dünya arzularını ikinci plana qoydu. Çünki anlamışdı. Əsl qazanc qəlbin rahatlığı və Allahın razılığıdır. Hər gecə dua edirdi. İçində qorxu yox idi. Səbr və iman ilə dolu idi. İllər sonra kənddə hamı onun dəyişdiyini gördü. Sadəcə davranışları yox, qəlbi də dəyişmişdi. O indi bilirdi ki, namazı tərk edən yolunu itirir. Namaz qayıdan isə qaranlıq dünyasında işıq tapır. Hekayənin mesajı: doğru yol, səbr, iman və təslim yolu ilə qazanılır. Heç vaxt gec deyil. Qəlbini Allah üçün aç. Bir zamanlar küçük bir kəndə gənc bir oğlan yaşayırdı. Adını deməyəcəyik. Çünki bu hekayə herkes üçün dərsdi. O uşaqlıqdan çalışkan idi. Ama bir problemi vardı. Asanca ve kısa yoldan her şeyi elde etmek istəyirdi. Bir gün şəhərdən gələn bir kişiyle karşılaştı. Kişi dedi, eğer istesen
Seni zengin edebilirim. Hiçbir iş görmeden. Genç düşündü. Bu onun için büyük fırsatıydı. Ama kalbinde narahatlık vardı. Bir gece yuhuda gördü ki, karşısında iki yol var. Biri kısa ve rahat, diğeri uzun ve çetin. Kısa yol parlak ve cazibedar idi. Uzun yol ise dar, karanlık ve görünmez idi. Ses eşitti. Kısa yol seni aldatacak. Uzun yol ise seni doğru hedefe aparacak. O korktu ama yine de kısa yolu seçti. Çünkü insan bazen asanca elde etmeyi üstün tutur. O yananda kararının ağırlığını hissetti. Ama her şey hele görünmürdü. O günü kendi geçirdi. Her şey normal görünürdü. Ama gece bir korku hissi onu uykuya bırakmadı. Genç kısa yolu seçmişti. Erken yaşta çok pul kazandı. Ama kalbi boş idi. Günler geçti. Pul arttı. Dostları çoxaldı. Ama içinde bir boşluk vardı. Bir gün kendin kenarında yaşlı bir kişiyle karşılaştı. Kişi sakitçe ona baktı ve dedi: "Oğlum, kalbin seninle danışır. Dinleyirsen." Genç gülümsedi. "Dinleyirəm" dedi. Ama sözleri samimi değildi. Gün batanda genç eve qayıtdı. Bir azan sesi eşitti. Kalbi titredi. Ama ayağa qalxmadı. O gece yuxuda gördü ki, kısa yolun sonunda qarışıqlıq ve qorxu var. İşıq yox idi. Yalnız qaranlıq ve boşluq vardı. Səhər oyananda artıq bir şey dəyişmişdi. Qəlbi xəbərdarlıq edirdi. Artıq doğru yolu axtarmağa başlamalıydı. Genç namazını qılmağa başladı. Sadə, səmimi, qəlbdən. Amma daxili sınaq hələ bitməmişdi. Genç artıq namazını qılmağa çalışırdı. Amma içində hələ qorxu və tərəddüd vardı. Bir gün dostları ona əyləncəyə çağırdı. "Gəl rahatla əylən" dedilər. O bir anlıq tərəddüd etdi. Amma qəlbindəki işıq onu dayandırdı. "Xeyr" dedi. "Doğru yol budur." Axşam namazı üçün səccadəyə əyləşdi. Səcdədə gözləri doldu. Dua etdi və Allaha təslim oldu. Günlər keçdi. Hər dəfə qarşısına çətinlik çıxdıqca o namaz və dua ilə iradəsini gücləndirdi. Bir gecə yuxuda gördü ki, doğru yol dar və çətin idi. Amma sonunda işıq var. Səs eşitdi. Səbr və iman səni xilas edəcək. Oyananda qəlbi sakit idi. Artıq yanlış yolun təsiri yox idi. İçində bir güc vardı. Həyatını dəyişdirmək üçün hazır idi. Gənc artıq doğru yolu tapmışdı. Amma sınaqlar bitməmişdi. Bir gün kəndə yad insanlar gəldi. Onlar onu öz yolundan döndərmək istədilər. "Gəl asa yolu seç" dedilər. "Pul, rahatlıq, şənlik, hər şey sənin ola bilər." Gənc tərəddüd etmədi. Qəlbindəki işıq ona güc verdi. "Xeyr, doğru yol budur" dedi. O gün axşam namazını xüsusilə uzun qıldı. Səcdədə gözləri doldu. Dua etdi və Allaha təslim oldu. Hər yeni sınaq onu daha da gücləndirdi. Daxili qorxu yox oldu. Səbr və iman onun yolunu işıqlandırdı. Bir gecə yuxuda gördü ki, bir çox yol qarşısında açıqdı. Amma işıq yalnız bir yolda idi. Səs eşitdi. Bu yol səbr, iman və təslim yolu ilə aparır. Oyananda qəlbi sakit idi. Qorxu yox idi. Sadəcə qərarlılıq və ümid vardı. Səhər tezdən oyandığında gənc artıq sakit idi. Qəlbi rahat, üzü işıqlı idi. Namazını qıldı. Dua etdi. Səcdədə uzun müddət qaldı. Daxilində bir işıq vardı. Həyatının mənasını ilk dəfə tam anladı. Günlər keçdi. Kənddə qarşısına yeni imkanlar çıxdı. Amma o artıq yalnız doğru olanı seçirdi. Pul və dünya arzularını ikinci plana qoydu. Çünki anlamışdı. Əsli qazanc qəlbin rahatlığı və Allahın razılığıdır. Hər gecə dua edirdi. İçində qorxu yox idi. Səbr və iman ilə dolu idi. İllər sonra kənddə hamı onun dəyişdiyini gördü. Sadəcə davranışları yox, qəlbi də dəyişmişdi. O indi bilirdi ki, namazı tərk edən yolunu itirir. Namaz qayıdan isə qaranlıq dünyasında işıq tapır. Hekayənin mesajı: doğru yol, səbr, iman və təslim yolu ilə qazanılır. Heç vaxt gec deyil. Qəlbini Allah üçün aç. Bir zamanlar kiçik bir kəndə gənc bir oğlan yaşayırdı. Adını deməyəcəyik. Çünki bu hekayə hər kəs üçün dərsdir. O uşaqlıqdan çalışqan idi. Amma bir problemi vardı. Asanca və qısa yoldan hər şeyi əldə etmək istəyirdi. Bir gün şəhərdən gələn bir kişi ilə qarşılaşdı. Kişi dedi: "Əgər istəsən, səni zəngin edə bilərəm, heç bir iş görmədən." Gənc düşündü. Bu onun üçün böyük fürsət idi. Amma qəlbində narahatlıq vardı. Bir gecə yuxuda gördü ki, qarşısında iki yol var. Biri qısa və rahat, digəri uzun və çətin. Qısa yol parlak və cazibədar idi. Uzun yol isə
Dar, qaranlıq və görünməz idi. Ses eşitdi. Kısa yol seni aldatacak. Uzun yol ise seni doğu hedefe aparacak. O korktu ama yine de kısa yolu seçti. Çünkü insan bazen asanca elde etmeyi üstün tutur. Uyananda kararının ağırlığını hissetti. Ama her şey hele görünmürdü. O günü kendi geçirdi. Her şey normal görünürdü. Ama gece bir korku hissi onu yuxuya bırakmadı. Genç kısa yolu seçmişti. Erken yaşta çok pul kazandı. Ama kalbi boş idi. Günler geçti. Pul arttı. Dostları çoxaldı. Ama içinde bir boşluq vardı. Bir gün kəndin kənarında yaşlı bir kişi ilə qarşılaşdı. Kişi sakitcə ona baxdı və dedi: "Oğlum, qəlbin səninlə danışır. Dinləyirsən?" Gənc gülümsədi. "Dinləyirəm" dedi. Amma sözləri səmimi değildi. Gün batanda gənc evə qayıtdı. Bir azan səsi eşitdi. Qəlbi titrədi. Amma ayağa qalxmadı. O gecə yuxuda gördü ki, qısa yolun sonunda qarışıqlıq və qorxu var. İşıq yox idi. Yalnız qaranlıq və boşluq vardı. Səhər oyananda artıq bir şey dəyişmişdi. Qəlbi xəbərdarlıq edirdi. Artıq doğru yolu axtarmağa başlamalıydı. Gənc namazını qılmağa başladı. Sadə, səmimi, qəlbdən. Amma daxili sınaq hələ bitməmişdi. Gənc artıq namazını qılmağa çalışırdı. Amma içində hələ qorxu və tərəddüd vardı. Bir gün dostları ona əyləncəyə çağırdı. "Gəl rahatla əylən" dedilər. O bir anlıq tərəddüd etdi. Amma qəlbindəki işıq onu dayandırdı. "Xeyr" dedi. "Doğru yol budur." Axşam namazı üçün səccadəyə əyləşdi. Səcdədə gözləri doldu. Dua etdi və Allaha təslim oldu. Günlər keçdi. Hər dəfə qarşısına çətinlik çıxdıqca o namaz və dua ilə iradəsini gücləndirdi. Bir gecə yuxuda gördü ki, doğru yol dar və çətin idi. Amma sonunda işıq var. Səs eşitdi. Səbr və iman səni xilas edəcək. Oyananda qəlbi sakit idi. Artıq yanlış yolun təsiri yox idi. İçində bir güc vardı. Həyatını dəyişdirmək üçün hazır idi. Gənc artıq doğru yolu tapmışdı. Amma sınaqlar bitməmişdi. Bir gün kəndə yad insanlar gəldi. Onlar onu öz yolundan döndərmək istədilər. "Gəl asan yolu seç" dedilər. "Pul, rahatlıq, şənlik, hər şey sənin ola bilər." Gənc tərəddüd etmədi. Qəlbindəki işıq ona güc verdi. "Xeyr, doğru yol budur" dedi. O gün axşam namazını xüsusilə uzun qıldı. Səcdədə gözləri doldu. Dua etdi və Allaha təslim oldu. Hər yeni sınaq onu daha da gücləndirdi. Daxili qorxu yox oldu. Səbr və iman onun yolunu işıqlandırdı. Bir gecə yuxuda gördü ki, bir çox yol qarşısında açıqdı. Amma işıq yalnız bir yolda idi. Səs eşitdi. Bu yol səbr, iman və təslim yolu ilə aparır. Oyananda qəlbi sakit idi. Qorxu yox idi. Sadəcə qərarlılıq və ümid vardı. Səhər tezdən oyandığında gənc artıq sakit idi. Qəlbi rahat, üzü işıqlı idi. Namazını qıldı, dua etdi. Səcdədə uzun müddət qaldı. Daxilində bir işıq vardı. Həyatının mənasını ilk dəfə tam anladı. Günlər keçdi. Kənddə qarşısına yeni imkanlar çıxdı. Amma o artıq yalnız doğru olanı seçirdi. Pul və dünya arzularını ikinci plana qoydu. Çünki anlamışdı. Əsl qazanc qəlbin rahatlığı və Allahın razılığıdır. Hər gecə dua edirdi. İçində qorxu yox idi. Səbr və iman ilə dolu idi. İllər sonra kənddə hamı onun dəyişdiyini gördü. Sadəcə davranışları yox, qəlbi də dəyişmişdi. O indi bilirdi ki, namazı tərk edən yolunu itirir. Namaz qayıdan isə qaranlıq dünyasında işıq tapır. Hekayənin mesajı: doğru yol, səbr, iman və təslim yolu ilə qazanılır. Heç vaxt gec deyil. Qəlbini Allah üçün aç.